Şəhərsalma və memarlıq ili çərçivəsində Qaradağ rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 57-ci il dönümünə həsr olunmuş Ulu Öndər Heydər Əliyev müstəqilliyin, zəfərin və böyük qayıdışın təməli mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Heydər Əliyev kimi güclü liderin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra köklü dəyişikliklər baş vermişdir. Və onun Azərbaycana rəhbərlik etdiyi bu 3 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikasına çevrilmişdir. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov 1969-cu ilin 14 iyul tarixinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə atılan uzaq görən addımlar Respublikamızın gələcək müstəqilliyinin iqtisadi və intellektual potensialının möhkəm bünövrəsini qoyub. Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov çıxışında Ulu Öndərin xilaskarlıq missiyasından söz açıb. Emil Abbasov bildirib ki, 1993-cü ildə xalqın təkidi tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn ümummilli lider ölkəni xaosdan və parçalanmadan xilas etdi, müasir inkişafın əsasını qoydu. Bugün Prezident Müzəffər Ali Başkomandanın İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük qayıdış proqramı və işğaldan azad edilmiş ərazilərdəki geniş miqyaslı quruculuq işləri məhz Heydər Əliyev irsinin təntənəsidir. Milli Məclisin deputatı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxışında Heydər Əliyev ideyalarını milli dövlətçilik üçün müstəsna əhəmiyyətlə vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər və suverenliyimizin tam bərpa olunması Ulu Öndərin illər öncə müəyyənləşdirdiyi strateji hədəflərin reallığa çevrilməsinin əyani sübutudur. Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında gənclərin Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında və qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılmasında Ulu Öndərin rolunu xüsusi vurğulayıb. Deputat bildirib ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev yoluna sadiq qalaraq ölkəmizin tərəqqisinə öz töhfəsini verməkdədir. Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmlər doktoru Professor Elçin Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan səviyyəsinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli liderin hələ Sovet dövründən başlayaraq tibb sahəsinə göstərdiyi diqqət və qayğı bugün müasir modern səhiyyə sistemimizin möhkəm təməlini qoyub. Professor vurğulayıb ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə səhiyyə infrastrukturu tamamilə yenidən qurulub. İcbari tibbi sığortanın tətbiqi ilə əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı maksimum dərəcədə təmin olunub. Qaradağ rayonundakı 180 nömrəli tam orta məktəbin direktoru Yeni Azərbaycan Partiyası veteranı Atakişi Cəfərov ümummilli liderin təhsilə, elmə və milli kadr hazırlığına verdiyi böyük diqqətlə danışıb. Bildirib ki, Sovet dövründən başlayaraq gənclərin keçmiş ittifaqı nüfuzlu ali məktəblərinə göndərilməsi Azərbaycanı bugün malik olduğu intellektual kapitalın təməlini təşkil edir. İkinci Qarabağ Vətən müharibəsi qazisi Bəhram Rəcəbli çıxışında ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Müzəffər Ali Başkomandanın rəhbərliyi altında qazanılan zəfər hər bir Azərbaycan gənci və hərbiçisi üçün əbədi qürur mənbəyidir. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarından yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilir.